pozğunu, fahişəni qəhrəman eləyib bu xalqın gözünə soxanlar. Utanın. Nə vaxtsa cavab verəcəksiniz. Zamanı var, bəlkə də verməyəcəksiniz. Çünki siz çoxsunuz. Kim kimə cavab verəcək? Siz özünüzə, siz çoxsunuz. Yaxşılardan uzaq, yenə deyirəm, 10-20% yaxşılardan uzaq. Gəlib şəhərin mərkəzində hansısa bir bambulu gəlib sizin arvadlarınızı orada oynadır, uşaqlarınızı onun qabağında oynadırsınız. Özünü tanımayanlar gəlib sizi meymun kimi oynadır qabağında. Tüpürüm sizin bu cəmiyyətinizə, tərbiyənizə, əxlaqınıza, mənəviyyatınıza, yaxanıza tüpürüm. Üzünüzə tüpürüm. Tüpürək. Yaxşılar tüpürsün sizin üzünüzə. Fahişəni, pozğunu, hansısa bir sosial şəbəkədə axşamacan hoqqa verən pozğunları qəhrəman edib bu xalqın gözünə soxanlar. Utanın. Əgər bir utancıq hissiniz varsa, biz kimi müdafiə edirik? Kimi? Pozulmuş cəmiyyət. Utanıram sizdən, utanırıq sizdən. Düzdür, biz də belə sən deyən pak deyilik, hər bir insanın bir günahı var. Amma bizim günahlar harada bağışlanmalıdır? Sizinkini heç vaxt heç kim nə yerdə, nə göydə, nə o dünyada, nə bu dünyada bağışlanmalı deyil. Bilirsiniz, deyir, göstər mənə dostun kimdir, deyim sənə kimsən sən. Sizin də kim ki həmin o pozğunları, cəmiyyəti pozanları, pozğunluğu, tərbiyəsizliyi, mədəniyyətsizliyi, mənəviyyatsızlığı təbliğ edirsə, siz də olan dostusuz. Siz müdafiə edirsiniz, deməli siz də o fikirdəsiniz. Yazıq sizlərə. Dirikən ölmüşlər, dirikən nələtləşmişlər.